kənarda çəkiləcək. Bağlı edin. Deməli, bugün diz endoprotezi əməliyyatındayıq. Göründüyü kimi implantat firması üzəri titan cilalama və xəstənin çəkisi olduğu üçün bu şəkildə uzatma qoyacaq. Səth artsın və protez tez xarab olması, belə deyək. Bu aşağı hissədir, bu da yuxarı hissə. Bu şəkildə quracaq. Əməliyyatımızı bitirmişik. Hal-hazırda hemostaz dediğimiz mərhələdəyik. Yəni yarada qan var yoxsa yoxsa onu yoxlayırıq. Biz yeni də protez əməliyyatımızı belə etdik. Dediyim kimi xəstəmiz biraz artıq çəkili olduğu üçün əlavələr qoyduq. Və inşallah ki, yaxın zamanda durub gələcək və bu ağrılardan azad olacaq.